Tamam, başladıq gənclər. İndi hər dərs fərqli qrupla çəkilir. Çox maraqlı olacaq. Oraya yazacağım Hilbert qrupudur. İnsanlar sizi tanıyacaq yavaş-yavaş da. Ayom Vaqif, yenə qardaşlar gəldi. Dərs Vaqiflə başladı. Nəysə, bismillah, başlayaq. Limit, gənclər. İlk öncə bəsit bir giriş edeyim. Limitin nə olduğunu anlamaq üçün rahat bir 6 ay lazımdır. Söhbət 15-dən gedir, aydındır. Limitin nə olduğunu burada anlamayacaq. Anlatmağa da çalışmayacaq. Çox ağır məsələdir. Sadəcə olaraq düşən limit suallarını çözmək üçün lazım olan bilgilər nədir? Onları verəcəyik. Aydındır. Sizə lazım olan hissədə. Kiçik bir giriş edək. Baxın. Tutaq ki, bizim bir dənə uşaqlar qrafikimiz var. Qrafik üstdən anlamaq daha rahatdır. Və burada uşaqlar 3 verəndə tutaq ki, cavab 4 olubdur. Baxın. X 3-ə yaxınlaşanda, bunu fərqli rənglə göstərim. X 3-ə yaxınlaşanda fx-in qiymətinə neçə yaxınlaşır? Bu x-dir, bu da y-dir, bu da fx-in funksiyası, qrafikidir. Fx-ə neçə yaxınlaşır uşaqlar? 4-ə. X 3-ə sağdan yaxınlaşanda fx yenə neçəyə yaxınlaşır? 4-ə. Bu faktı belə göstərir. Deyirik ki, limit x yaxınlaşır 3-ə, soldan, üstünə mənfi qoyuruq, demək soldan yaxınlaşır. Fx bərabər neçəyə? 4-ə. Və limit x yaxınlaşır 3-ə, sağdan, üstünə bir plus qoyuruq. Fx onların yenə neçəyə bərabər olur? 4-ə. Buna deyirik uşaqlar, birinə deyirik sağ limit, birinə deyirik sol limit. Sağ limit sol limitə bərabərdirsə, deyirik ki, funksiyanın həmin nöqtədə limiti var. Və neçəyə bərabərdir? 4-ə. Bunu da belə göstərik. Limit x yaxınlaşır 3-ə, artıq sağ ya da sol yazmırıq. Fx bərabər neçəyə? 4-ə. Bunu görəndə siz bunu anlaya bilərsiniz. X 3-ə çox-çox yaxın olanda, fx də 4-ə çox-çox yaxın olur. Yəni, bu demək deyil ha, Fatimə, x 3 olanda fx 4 olur. Bəli, bəzən elə olur, amma bəzən də olmur. İndi nə vaxt elə olur? Bax burada, kəsilməz funksiyalarında. İndi, kəsilməz funksiya nədir? Gənclər, kəsilməz funksiyada rahat bir 7-8 saat danışmaq olar, amma bizim mövzumuz o deyil. Sizə ən pis ifadə ilə belə izah edə bilərik. Kəsilməz funksiya, əgər onun qrafikini çəkəndə qələmi qaldırma ehtiyacı duymursansa, bu funksiyaya deyirik ki, bu nədir? Kəsilməz funksiyadır. Belə bir tərif riyaziyyat kitablarında olmaz. Aydındır? Bu kəsilməzliyin tərifi deyil. Sadəcə olaraq anlayın deyə bunu belə deyirik. Aydındır? Bu dız-dız üsuldur biraz. Amma not düşürəm də dız-dız üsuldur deyə. Yəni, belə bir şey yoxdur. İndi, baxın, həmin funksiyalarda limit tapanda çox bəsitdir. X aya yaxınlaşanda fx-i mi axtarıq? Gətirib x-in yerine nə qoyuruq? A. Məsələn, 2023 yaz. Düşən suala baxın. Yenə yeni izləyənlər ola bilər. Bizim buradakı sistemimiz nədir? Bənövşəyin sualları nədir? Limitdən 2017-dən bu tərəfə qəbul imtahanına düşən sualların oxşarlarını hazırladı. O sualları mövzunun içərisindəki ardıcıllığa uyğun olaraq, yəni kronolojik olaraq yox, mövzu içərisində bir ardıcıllıq olur. O ardıcıllığa uyğun olaraq sıraladı və o sualları həll etmək üçün lazım olan bilgiləri də bura yerləşdirdik. İndi bu şəkildə biz nə edəcəyik? Mövzunu mükəmməl şəkildə izah edəcəyik, öyrənəcəksiniz. İndi düşən suala baxın. X neçəyə yaxınlaşır? 2-yə. Bizdən bunu soruşur. Gətirib x-i yerine neçə qoyuruq? 2. Nə əldə edilir uşaqlar? 4 vurulsun. 2-nin kubu çıxılsın, 2 vur 2-nin kvadratı. O da edir neçə uşaqlar? 32 çıx. 8 cavab 24. Məncə rahat bir sual. Aha. Keçdi ikinci. 2024 yenə oxşar bir sual gəlib düşür. Görürsünüzmü? X neçəyə yaxınlaşır bu dəfə? Mənfi 3. Gətirib uşaqlar x-in yerine neçə qoyuruq? Mənfi 3. Alırıq ki 16 çıx. 9 bölünsün 14. O da nə edir uşaqlar? 7 bölü 14. Bu da nə edir uşaqlar? 2-də 1. O da nə demək ki? 0,5. Rahatdır mı? Çox rahat. İndi həmişə belə rahat olacaqmı? Xeyr. Siz indi nə biləcəksiniz ki, funksiya kəsiləndir. Deməli, sən gətirəsən uşaqlar, x-in yerinə qoyarsan həmin ədədi, amma problem çıxacaq. Nə kimi bir problem? 0,0. Yerinə qoyarsan, nə alasdan alsın? 0,0. Yerinə qoyarsan, sonsuz böl sonsuz alasdan. Yerinə qoyarsan, sonsuz çıx sonsuz alasdan. Yerinə qoy, indi bax, bunlara görə 0 çıx 0 alasdan. Bunlara görə biz nə edəcəyik uşaqlar? Hər birini tək-tək araşdıracağıq ki, məsələn, 0,0 olsa nə etməlisən? Sonsuz çıx sonsuz olsa nə etməlisən? Bunların hamısı bitəndə sənin artıq qabağında limit sualı durmayacaq. Tamam? Bu arada limiti törəmədən əvvəl keçdik də. Çünki törəmənin özü uşaqlar bir limitdir, xüsusi bir limitdir. Onu da gələn dərslərdə görəcəyik. İndi görün nə deyir uşaqlar burada? Deyir x bərabərdir A şərtində.
0/0 qeyri-müəyyənliyi alınarsa, sürət və məxrəci qruplara ayırır. Doğrudur, qruplara ayırırsan hər şey həll olacaq inşallah. Bəzən olmaz, amma çox vaxt olacaq. Hazırlatma eləyirik. X kvadrat çıx y kvadrat necə ayrılırdı qruplara? X çıx y, x plus y və uyğun olaraq x çıx 1 necə ayrılır? Kök x çıx 1, kök x plus 1, x kub çıx a kub necə ayrılır? X çıx a vur, x kvadrat plus ax plus nə? A kvadrat kimi. İndi baxaq suala. 2023 yay. Nə deyir uşaqlar? X yaxınlaşır 3/5'ə. Gətirib x-in yerinə 3/5 qoyaq. Surətdə qoyan yerinə nə aldıq? 0. Məxrəc 0. Nə oldu uşaqlar? 0/0. Demək ki, qeyri-müəyyənlik yarandı, düzdürmü? Nə edirdik onda? Həmən gelirik qruplara ayırır. Yazırıq gənclər. Bəli, limit x yaxınlaşır 3/5'ə. 3x çıxılsın 5. Vurulsun 3x üstə gəlilsin 5. Məxrəcdə nə var uşaqlar? 3x çıx 5. Bunlar bir-birini götürərmi? Götürər. Nə oldu onda uşaqlar? Limit x yaxınlaşır 3/5'ə. Nə qaldı buradan? 3x plus 5. X-in yerinə gətirilsə qoyuruq. 3/5. Cavab nə olur uşaqlar? 10. Çətin deyil? Nə edirik? Hər bir 0/0 alınarsa qruplara ayrılır, tutardır. Sıradakı. Və bir şeyə diqqət elədiniz mi? Bayaq adi yolluq kəsrlər işlədik. Sadəcə neçə sual var idi? 2. İndi uşaqlar baxın, heç özüm demək olar ki, sual qoymamışam. Suallara baxın. Hamısı qəbula gələn suallardır. 20 dənə zaten axırda da yazılıb böyle ehtimal. Baxaq. Nə deyir uşaqlar? 2019-2024-cü illərdə limit mövzusundan neçə sual gəlir? 20. Hər blok imtahanında mütləq bir dənə nə var? Limit sualı var. Demək ki, bu çox düşür. Mütləq bir dənə limit olacaq. Ona görə də buna diqqət. Bugün yəni nə edir uşaqlar? Bir sualı garantiliyik. Limit sualı. Tamam. Sıradakı nə deyir gənclər? Limit x yaxınlaşır 4'ə. Həmən babaya nə edir? X-in yerinə 4 qoyur. Yuxarıda nə aldı? Məxrəcdə 0. Yenə 0/0 alındı mı? Alındı. Qruplara ayır. Bəli. X yaxınlaşır 4'ə. Surətdə nə olacaq? X çıx 4. Məxrəcdə x plus 4. Bu da kök x minus 2. Hələ də 0/0 var. X çıx 4'ü qruplara ayır. Aferin. Nə olacaqdır? Limit x yaxınlaşır 4'ə. Surətdə nə olacaq uşaqlar? Kök x çıx 2. Kök x plus 2. X plus 4. Məxrəcdə kök x çıx 2. Gənclər, bunlar bir-birini götürdü mü? Götürdü. Geriyə nə qaldı? Limit x yaxınlaşır 4'ə. Kök x plus 2 vur, x plus 4. Gətirib x-in yerinə neçə qoyuruq? 4. Cavab? X-in yerinə 4 qoyanda 4 vur, 8. Cavab? 32. Çətin deyil? Asan deyil? Sıradakı. Yaxşı. X yaxınlaşır 3'ə. Təxmin eləmək çətin deyil ki, x-in yerinə 3 qoyanda yenə nə alacağıq? 0/0. İndi nə eləmək lazımdır demək ki? Qruplara ayır. X kvadrat çıx 8x plus 15. Kim bunu qruplara ayıra bilər? Bir dənə əlləri görüm. Tərəddüd edənləri də görüm. Əmin də. Buyur gözəl qız. Aferin. Kafadan yaptın, gözəl. Bunu indi izah eləyək. Bəziləri bilmirdi, gördüm. Bax, bunu x-ə x ayırırsan. X-ə vuranda nə eləsin? X kvadrat. Bunu da elə ayırırsan ki, məsələn 15'ə 1. Səhv ayırdım da. Amma bax, bununla bunu vurub, bununla bunu vurub, toplayanda bunu verməlidir. Verdi mi indi? Demək ki, yanlış olmayın. Düzəldim bunda. Nə tər eləyim? Bəli. Eləyim bunu uşaqlar. Mənfi 3'ə, nə? Mənfi 5. Mənfi 3'ə, mənfi 5. İndi oldu mu? Vuranda nə eləyir? Mənfi 5x, mənfi 3x, toplayanda mənfi 8x. Qaba-qaba götür ya. Nə oldu uşaqlar bunun vurubu? X çıx 3, x çıx 5. Tamam, həmən yazıram. Limit x yaxınlaşır 3'ə. Nə oldu uşaqlar surətdə? X çıx 3, vur, x çıx 5. Keçirəm məxrəcə. X kvadrat çıx 7x plus 12. Yaxşı, kim eləyəcək bunu? Elə. Ay sağ ol. Bunu nətər ayırdın? X-ə x. Bunu necə ayırdın? Mənfi 3'ə, mənfi 4. Çarpaz vuranda nə oldu? Mənfi 3x, mənfi 4x toplayanda mənfi 7x. Qruplar nə oldu onda? X çıx 3, x çıx 4. Həmən yazdıq. X çıx 3, x çıx 4. Getdi x çıx 3'lər. Nə qaldı uşaqlar geriyə? Limit
x yaxınlaşır 3-ə. Surətdə nə qaldı? X çıx 5, məxrəcdə x çıx 4. Gətirib 3-ü yerinə qoyaq. -2 böl -1. Cavab 2. Cavab yoxdur ki. Cavabda yoxdur. Hansını 2 eləyək? Sonsuzluğu. Yox, aslında. Limit necə sonsuzluğu? Məndə də sonsuzluğu 2 eləmək daha şey yox. Çünki bunun sonsuz olması düşünməzdir. Bunu 2 eləyək. Cavab nədir uşaqlar? B. Sıradakı, görün eyni məntiqə əsaslanan görə nə qədər sual gəlir uşaqlar. Əslinə baxanda bunların hamısı fərqli sual deyil ki, bunlar kökü nədir? Eyni şeydir da. Qruplara ayır, ixtisar elə. Düz deyil? Yaxşı. Yerinə 25 qoysam, surət nə olur? Məxrəc nə olur? Eyni məntiq. Nə eləyəcəyik? Qruplara ayırır. Olacaqdır limit. X yaxınlaşır 25-ə. Məxrəcdə nə olur uşaqlar? Kök x 5. Kök x üstə gəl 5. Surətdə nə olur? Bunlar bir-birini götürdü mü? Nə qaldı uşaqlar? Limit x yaxınlaşır 25-ə. Kök x plus 5-də 1. Düzdür mü? X'in də yerə 25 qoyanda cavab nə olur? 0 ondan. Çətin deyil. Tamam. Yenə gəldi uşaqlar. Yerinə gətirin 2 qoyun. Surət nə olur? 0. Məxrəc 0. Yenə 0 böl 0. Nə eləyəcək onda? Qruplara ayıracaq. Onda bunu bir buradan yazıram. 2x kvadratı üstə gəl x çıx 10. Kim bunu qruplara ayıra bilər? Çox azaldı. Fatih, ayıra bilərsən ayıramaz. Ayır demir. Ayıra bil, tutar, ayıra bilər. Ələ qaldı ki, yerdə eləyəcək zaten. Başa düşdün, ələ qaldı ki, mən bunu eləyərəm yəni. Tutar, buyur gözəl olan. Bu diskriminat eləyir. Nə diskriminat? Bak, indi öyrətdi axı. Bunu ayırırsan, 2x-ə x. Vuranda nə eləyir 2x-dən x'i? X kvadrat. 2x kvadrat. Sonra da onu ayırırsan. Neçə ayırırsan? Bəli, 5-ə mənfi. Şərt nədir, gənclər? Çarpaz vurub, toplayanda ortadakı versi verirmi? Nə eləyir çarpaz vuranda? 5x, mənfi 4x. Verirmi? Onda bu nədir bunun vurubları? 2x plus 5, x minus 2. Baxın, öyrənməyə qarşı beyninizi bağlamayın. Yeni şey öyrənmək çox da çətin deyil. Bax, sən tamam, mən sənə bir söz demiyorum. Diskriminatla eləmirsən indiyə qədər. Amma da bitdi da. İdeal üsul uydu mu? Gördün nə qədər asandır. Ay, bunun diskriminatını tap, sonra get bunun kökünü tap, sonra bezu terör... Nə gərək var? Çox rahat yol deyirəm də, sənə öyrən bunu. Daha rahatdır. Tamam. İkinciyə keçək. 5x kvadratı çıxılsın, 8x çıxılsın, 4. Bunu qruplara ayırmaq. Kim ayıra bilər? Buyur, Zəhra. Aha. 1, 4, biri mənfi olmalıdır, çünki hasil mənfi 4'dür. Bəlkə 2'ye mənfi 2. Tamam, bax, çarpaz vuranda nə olur? Mənfi 10x. Bundan bunu vuranda 2x, toplayanda, amma qarşı-qarşıya götürürük də. Nə olacaqdır? 5x plus 2, x minus 2. Çox rahat deyəcəksən. İndi bu bərabərdir. Limit x yaxınlaşır neçəyə? 2'yə. Surətdə nə olur uşaqlar? Surətdə 2x plus 5 vur, x minus 2. Məxrəcdə isə 5x plus 2 vur, x minus 2. Getdim x minus 2 ilə? Getdi. Geriyə qalanda uşaqlar x'in yerinə neçə yazırıq? 2. Surət nə olur? 9, məxrəc 12. 2'ye de ixtisar edilir. Aydındır. Şekil daha 2x plus 5, 5x plus 2. Bəli. Sırada nə deyim uşaqlar? Deyim ki, x bərabərdir A şərtində 0 böl 0 alınarsa, bəzən kəsinin surət və məxrəcini uyğun ifadəyə vurmaq sualın həllində kömək ola bilər. Uyğun bir ifadəyə vurmaq. Tamam, anlatım çox da şey deyil, nə olduğunu başa salıram indi. Məsələn, bu sualda 2020 yaz. Bu sualda uşaqlar x'in yerinə 6 qoyanda surət nə olacaq? 0. Məxrəc nə olacaq? 0. Surəti qruplara ayırsam uşaqlar, surətin qrupları nə olacaq? Gəlin yazaq. Bəli, 6 çıx x vur, 6 plus x. Uşaqlar, görünən odur ki, hələ ki işə yaramadı, doğru mu? Razısınız məndən? Heç də dəyişmədi. İxtisar getdi mi? Getmədi. İndi nə edir uşaqlar? Məxrəcdəki ifadəyə baxın. Bu ifadəni qoşmasına vururuq. Surəti və məxrəci. Yəni burada nə var? Kök altda 7 minus x
çıx 1-i vuruq nə ilə? Bəli, pilusuna. İndi gəlin onu altda vuraq görək nə edirik? Baxın hələ. Kök 7 çıx x minus 1-i vururam nəyə? Kök 7 çıx x plus 1-ə. İndi qəşəng qulaq asın buna. Baxın. Əgər gənclər bu A-dırsa, bu da B-dirsə, bu da A, bu da B olur, düzdürmü? Elə bir A çıx B-ni vururuq nəyə? A plus B-yə. Nə alacaq ki oradan? A kvadrat çıx B kvadratdan. Yəni olacaq uşaqlar, kök altda 7 çıx x-in kvadratı çıx 1-in kvadratı. O da olacaq 7 çıx x çıx 1. Bu da nə eləyəcək? Bu möhtəşəmdir, hə? Burada 6 çıx x aldıq, sürətdə də var 6 çıx x. Bunlar bir-birini götürsə hər şey yolundadır da. Onda davam edirəm. Demək ki, mən nə eləməliydim uşaqlar burada? Surəti və məxrəci bu ifadəyə vurub bölməliydim. Onda alacaqdım ki, limit x yaxınlaşır 6-ya. Surətdə nə alacağım uşaqlar? 6 çıx x vur, 6 plus x vur, bir də bu ifadə, düzdürmü? Yəni nə? Kök altında 7 çıx x plus 1 bölünsün 6 çıx x. Vurdum axı da bunu birbaşa yazmıram da, 6 çıx x. Anladıq da bunu? 6 çıx x ilə x çıx 6 bir-birini götürdü. Amma qabağa nə gəldi? 3-də 6 çıx, daha heç nə. Bir-birini götürür. Geriyə nə qaldı uşaqlar? Limit x yaxınlaşır 6-ya. 6 üstə gəlinsin x vurulsun. Kök altında 7 çıx x plus 1. Nəyə yer uşaqlar x-in yerine gətirib 6-nı qoyanda? 24 mü? Cavab nədir? 24. Aydın oldu. Nə edirik? Sürət və məxrəci qoşmasına vurub bölür. Başlayın. Sürət və məxrəci qoşmasına vurub. İndi sıradakı sual. Baxın. Çox maraqlıdır. 2020-də düşən sualı görürsünüz uşaqlar. Və 21. Gənclər, bunlar eyni suallardır da. Düzdürmü? İndi biraz mən dəyişmişəm, biraz da onlar dəyişib. Amma yenə də bu sualın kökü olaraq eynidir da. Demək ki, bu əslində sizə bir dənə nəticə verir. Nəticə nədir? Bu il düşən, gələn ildə düşər. Bəli. Bu yaxşı deyil, amma belədir. Niyə yaxşı deyil? Kaş ki, elə sual olsun ki, biz bunu təxmin edə bilməyək. Amma eləyə biliriksə də, eləmiriksə, digərlərindən nə eləyəcək? Geri qalacaq. İndi bu bizim elədiyimizi hamı eləyə bilir da. Digər müəllimlər də baxır, digər uşaqlar da baxır. Deyir ki, bu düşüb, demək ki, bu düşə bilər, elə çalışır. Biz nə eləyək? Uşaqlar riyaziyyat öyrənəcək, biz qəbullarla düşüb, vecimizə deyil. Elə şey olmaz. Onda onlar yazacaq, siz yazamayasınız. Biz nə eləyirik? Həm əsli riyaziyyatı öyrənirik, həm də onları öyrənirik. Keçən əvvəl kimi. Yenə ən yaxşı siz. Özdə güvənməyin. Mənə güvən. Davam. İndi gənclər, yenə eyni tema. Sürəti qruplara ayıraq. X yaxınlaşır 7-yə. Nə olacaqdır sürəti qruplara ayıranda? 7 çıxılsın x vur, 7 üstə gələnsin x. Məxrəcə baxırıq, uçsar getdi mi? Getmədi. Deməli, hər tərəfi bunun pirusuna vuracaq. Sürəti də məxrəci də. Gəlin buradan yazaq görək nə alınır gəlin. Gəlin buradan yazaq. Kök altında x çıx 3 çıx 2-ni nəyə vuruq uşaqlar? Kök altında x çıx 3 üstə gəlir 2-yə. Kvadratlar fərqi yarandı. Olacaq birincinin kvadratı x çıx 3 çıx 2-nin kvadratı 4. Nə oldu uşaqlar? X çıx 7. Əladır da. Onda bərabərdir limit. X yaxınlaşır 7-yə. Gənclər, dinləyirik. Sürətdə nə olacaq? 7 çıx x. 7 plus x. Bir dənə. Kök altda x çıx 3. Üstə gəl 2. Məxrəcdə nə olacaqdır? X çıx 7. 7 x çıx 7 ilə. Qabağa bir dənə gəldi? Mənfi. Gətirək bura bir dənə qoyaq? Mənfi. Onda olacaq mənfi. Limit x yaxınlaşır 7-yə. Qaldı uşaqlar orada 7 plus x vurulsun. Nə? Kök altında x çıx 3 plus 2. X-in yerine 7 qoyandan 56. Qabağında bir dənə mənfi var. Aydındır. Bəli. Keçdik sıradakı qeyri-müəyyənliyə. Sonsuz bölünsün, sonsuz. Sonsuz böl sonsuz qeyri-müəyyənlik yaranarsa. Nə vaxt yaranır uşaqlar? Məsələn, deyirəm ki, limit x yaxınlaşır sonsuzluğa. X plus 1 böl x minus 1. İndi x çox böyük bir ədəddir. Sonsuz böyükdür. Üstünə 1 gəlsəm yenə nə olar? Sonsuz olar. 1 çıxsam yenə nə olar? Sonsuz olar. İndi sual bunun cavabı nədir? Sonsuz bölünsün nə alınır burada? Sonsuz. Sonsuzluq bir ədəd deyil. Ədəd olmadığına görə biz sonsuzluğu işləmə tabe edə bilmərik. Yəni sonsuzluğundan sonsuzluq bölə bilmərik, çıxa bilmərik, toplaya bilmərik. Belə bir işlem yoxdur.
Deməli, onda mən nə edəcəm? Belə bir iş görəcəm, bax. Bunu silim. Belə bir iş görəcəm. Bu sual hələ ki gözləsin, nə edəcəyim? Başqa bir sualı çözürəm. Deyirəm ki, əgər belə olsaydı, limit x yaxınlaşır 0-a, başlayın, sonsuza, 1/x nəyə bərabər idi? Gəlin, istəyirsiniz bunun qrafikinə baxın. 1/x budur da. Bir də bu tərəf. Bu tərəfə bizə ehtiyacımız yoxdur da. Baxın, x get-gedə böyüdükcə 1/x-in qrafik get-gedə nə edir? Azalır. Sonsuz böyük olanda burada çəyələr nə olur? Baxın, x heç vaxt sonsuz olanmır. Sonsuz bir ədəd deyil. X çox nə edir? Böyüyür. X böyüdükcə 1/x nə edir? Kiçilir. Amma heç vaxt nə olanmır? 0 ola bilmir. Demək ki, bu zaten o demək deyil ki, bu 0 olur. Bu o demək ki, x çox böyük olsa 1/x-də 0-a yaxın bir ədəd olar. Amma çox yaxın. Aydındır? Demək ki, bu limiti əzbərləyin. X sonsuzluğa yaxınlaşanda 1/x nəyə bərabərdir? 0-a. Təkcə 1/x yox. 7/x olsaydı güya nə olardı ki? 7000/x olsaydı güya nə olardı ki? Həmişə nə olacaqdır? O bir sabitdir. Sonsuz nə qədər böyük olursa olsun, sonsuzun yanında hər şey kiçik. İstəyir 7 milyon olsun. Yenə məxrəcdə x varsa və x sonsuza yaxınlaşırsa, cavab nə olacaqdır? 0. Bu bizim hər yerdə işimizə yarayacaq. Və bu limit yəni. Eyni şey də deyir ki, en sonsuzluğa yaxınlaşanda a bölənin limiti nəyə bərabərdir? 0. İndi uşaqlar deyir ki, sonsuz və sonsuz qeyri-müəyyənliyində surət və məxrəci ən böyük dərəcəli həddə bölmək lazımdır. İndi gəlirəm bura. Demək ki, surət və məxrəci neçəyə bölməliyəm burada? X-ə. Onda nə alacağım? Alacağım limit x yaxınlaşır sonsuzluğa. Bunu x-ə böləndə 1 plus 1/x, bu 1 minus 1/x. Bəs x sonsuzluğa gedəndə 1/x-in limiti nə idi? Demək ki, 1/x-ləri nə ilə əvəzləyəcəm? 0-la. Cavab nə olacaq uşaqlar onda? 1 plus 0/1 minus 0. Cavab 1. Aydın oldu? Nəyə bölürmüşəm? Ən böyük dərəcə. İndi burada ən böyük dərəcə elə x-in özüydü da. Yaxşı. Keçirəm. Sual 10. 2024. Qəşəng sualdır. Baxın. N-in yerinə sonsuz qoysaq, bu sürət nə olar? Sonsuz olar. Məxrəc? Sonsuz. Sonsuz və sonsuz aldım. Sizcə sürət və məxrəci nəyə bölməliyəm? Kök altında yenə də. Aferin. Nəyə bölməliyəm? Kök altında yenə. Bölürəm uşaqlar. Limit n yaxınlaşır sonsuzluğa. Sürəti böləndə kök altda n-ə nə alıram? Kök altda neçə? 64. Məxrəci böləndə kök altda n-ə alıram 16 plus kök altında 36 bölü n. Razısınız məndən? Anlamayan var bu hissəni? Yenə də izah edirəm. Baxın hələ. Məxrəcdə ifadə nə idi uşaqlar? 16n plus kök altda nə? 36n. Bu ifadəni nəyə böldüm? Kökənə. Eyni dərəcədə axı. Saldım eyni kökün altına. Oldu 16n plus kök altında 36n bölünsün nə? N. Bunu da bayaq kəsirlərdə öyrəndik axı. Tək yazdım. Oldu 16n bölü n. Yəni nə? 16 üstə gəlinsin kök altında 36n bölü n. Bu n-i kökün içinə salanda nə tər girəcək? N-in kvadratı kimi. Onda nə olacaqdır? Kök altında 16 üstə gəlinsin, kök altında 36 böl n. Aydın oldu? N-i n-in kvadratına böləcəyəm, gedəcək. İndi n sonsuzluğa yaxınlaşdığından 36 böl n-in limiti nə olacaq? 0. Geriyə nə qalacaq? Kök altında 64 bölünsün kök altında 16. Cavab? Aydındır? Bəli. İndi görək dərsi necə dinləmişsiniz. Tanışdı bu ifadə. 1 plus 2 plus 3 plus x. Soruşduq, heç kim bilmədi. İndi təzdən əl aldıra. Neçə nəfər deyə bilər? Buyurun. Aferin. Aferin, gözəl. Vahid deyə bilərsən. N plus 1 bölü 2. N vur N plus 1. Amma burada x-dir da. Aferin. Gənclər, 1 də deyirik. Gör nə qədər vacibdir. 1 plus 2 plus 3 plus və nəhayət n. 1-dən n-ə qədər olan ədədlərin cəmi n vur N plus 1 bölünsün nədir? 2-dir. Onda bu nə olacaq uşaqlar? Limit x yaxınlaşır sonsuzluğa. Surətdə nə olacaq? X vur. X plus 1 bölünsün 2. Məxrəcdə nədir uşaqlar? 2x kvadrat plus 4x plus 6. Yaxşı. Bunu da belə yaza bilərəm. Limit x yaxınlaşır sonsuzluğa. X kvadratı plus x bölünsün 4x kvadratı plus 8x plus 12. Onlar olmaz.
Anlamadınız? 2 aşağı. Arada elə bir surəti də, məxrəci də 2-yə vurdum da. Bunu da 2-yə vurdum. Bunu da 2-yə vurdum, bunu da 2-yə vurdum. Buradakı ikiler nə oldu? Getdi, bu da içəri parçalandı belə. İndi nəyə bölməliyəm surətlə məxrəci? Demişdik ki, nəyə bölürük? Dərəcəsi ən böyük olaraq bölürük. Hər tərəf x kvadrata bölürük. Onda olur limit x yaxınlaşır sonsuzluğa 1 plus 1 bölü x. 4 plus 8 bölü x plus 12 bölü x kvadrat. İndi uşaqlar x sonsuzluğa yaxınlaşdığına görə 1 bölü x nə eləyir? 0. Bu nə eləyir? 0. Bu nə eləyir? 0. Cavab nə eləyir? 1 bölünsündür. Aydadır. Gəldik artıq sıradakına. 12. Sizcə nə eləmək lazımdır? Enə bölürük. Surəti də, məxrəci də enə bölürük. Nə olacaq onda uşaqlar? Surətdə məxrəci enə böləndə limit en yaxınlaşır sonsuzluğa. Məxrəci enə böləndə nə eləyir? 4 üstə gəl 1 bölü. 4 üstə gəl 1 bölü. Hə, bax gənclər. O Apple'da şeye qoşulan Wi-Fi. Onlarda belə bir xüsusiyyət var. İstifadə etməyəndə Wi-Fi atır. İndi o Wi-Fi atmasın deyə mən arxa planda bir dənə mahnı qoşuram ki, o mahnı orada davamlı getsin. O mahnı gedir deyə Wi-Fi-dən nə olur? İstifadə edilir. O Wi-Fi şey qalır, zində qalır. Mən istəyəndə ondan istifadə edə bilirəm də təzədən əlləşmirəm. Baxın, sizin aranızda bəzi uşaqlar var. Beyinlə bunun funksiyası aşağı yuxarı eyni. Beyin işlənməyəndə özünü atıb arxa planda şey moduna, uyku moduna elə bil ki. Bax, sən heç olmasa bu, mən deyirəm ki, burada hər tərəfi enə bölək. Bax, anlayan uşaq bilirsən kimdir? Mən deyirəm ya hər tərəfi enə bölək. Zehnində onu enə bölən uşaqdır. O anlayır. Anlamayan, onu eləyəməyən uşaqdır. Çünki zehin atır özünü uyku moduna. Onu belə eləmir. Hər tərəfi enə bölək. Deyir, alsı bölsün də mən niyə bölürəm? Alsı anlayacaq, sən anlamayasın. Anlamadığı da anlamırsan. Bəsit şeyləri eləmirsənsə, küllü şey anlayan varsa, hər tərəfi enə bölək deyəndə, sən zehnində bunu enə bölmürsənsə, ki indi müəllim nə yazacaq? N plus 1 bölən yazacaq. Sən bunu eləmirsənsə, sən bu sual anlayan varsan, beyin uyku modundan. Mən deyirəmsə enə bölək, sən də enə bölməyə çalış. Mən demirəm, böl. Çalış ki, zehin zində olsun. Mənim dediyimi anlasın. Mən deyirəm, enə bölək, qardaş orada yatır. Enə bölək. İndi məxrəci enə böldük. Nə eləyək? Surəti də enə bölək. Nə olacaq enə böləndə? Bax, bu ifadəni enə bölmək, hər bir toplananı ayrı-ayrılıqda nə eləməkdir? Enə bölməkdir da. İndi bu rahatdır. Bu olacaqdır nə? 13 bölək. Bunu isə enə bölmək, içərini neçəyə bölməkdir kökün içini? N kvadratı. Onda olacaq kök altında 16 çıx 1 bölünsün N kvadratı. İndi N nə eləyir uşaqlar? Sonsuza yaxınlaşır. Nə eləyəcək 13 bölənin limiti? 0. 1 bölək 0. 1 bölək n kvadrat 0. Geriyə nə qaldı uşaqlar? Limit n yaxınlaşır sonsuzluğa. Kök altında 16 bölünsün 4. Düzdürmü? Nəyə kök altında 16? 4. 4'ü 4'e böləndə 1. Aydın oldu? Bax, sizi de anlamıram. Mən sadəcə olaraq sən niyə anlamıram sualı özümə verirsənsə, sənə cavabı mən verirəm. Niyə anlamırsan? Çünki bəzi şeyləri kiçik görürsən. Elə bilirsən ki, orada onu enə bölmək balaca bir şeydir. O əhəmiyyətsiz bir şeydir. Əhəmiyyətsiz deyil. Başa düşdünüz? Siz nəyi böyük görəcəkdə xəbəriniz yoxdur. Anlayan uşaqların hamısına fikir verin. Onlar hamısı dərsdə iştirak edən uşaqlardır. Və bunlar bir-birini tətikləyir. Anlayır deyə iştirak edir, iştirak edir deyə nə edir? Anlayır. Və anlamayan sən, indi onlar özün bilir da. İndi məsələn, mən danışanda Fatimə üstünə götürmür. Çünki Fatimə anlayır, baxır ki, mən başa düşürəm, mənə demir da. Anlamayana deyirəm. Anlamama səbəbin nədir? Çünki kiçik görürsən. Düşünürsən ki, bu əhəmiyyətsizdir. Hər tərəfi enədir. Hesabdır. Hesab deyil. Zehin zindədir. 2 plus 3. Sən bunu elə. Elə. Sən zehnində elə. 2 plus 3 neydi? İndi buradan bura gəldik. Yenə eyni sual çıxdı qabamıza. Hə? Birdən neçəyə qədər uşaqlar toplanır? 2-yə nə qədər? Nə eləyəcək bu?
2 vurulsun, 2 vurulsun, 2 bölünsün. Ağaç da var. 2n vurulsun, 2n plus 1 bölünsün 2. Möhtəşəmsiz. Təbii ki, burada nə var? Limit n yaxınlaşır sonsuzluğa. Bu mənim surətim. Bölünsün. Məxrəcdə nə var? 3n kvadrat plus 4n plus 5. N'lər bir götürdü. 6 Götürdü. Orada ikiler birliğini götürürdü də uşaqlar. Geriyə qalana baxıram. Nə qaldı? Limit n yaxınlaşır sonsuzluğa. En kvadratına bölməliyik mən. Bəli. 2n kvadratı üstə gəlinsin n bölünsün 3n kvadratı üstə gəlinsin 4n üstə gəlinsin 5. Nəyə bölək sürətlə məxrəci? En kvadrata. Ağaca. Ən böyük dərəcəyə. N kvadratda. Nə əldə edəcəyik? Limit ağaca. Sürətdə nə olacaq? 2 plus 1 bölü n. Məxrəcdə 3 plus 4 bölü n plus 5 bölü n kvadrat. N sonsuzluğa yaxınlaşanda 1 bölü n, 4 bölü n, 5 bölü n. Cavab 3. Aydındır. Tamam. İndi əslində buradan mən bir şey sezdim ki, əslində böyük dərəcəli hədlərin yanında kiçiklər əhəmiyyətsiz qalır. Yəni biz məsələn elə bura baxanda da cavabı deyə bilərik. Çünki burada bunlar balaca dərəcədə axı. At keçsin onları böyüklərlə işlə. Əmsallar nisbəti cavab 3'də 2. Amma uşaqlar biz bunu başda demirik da, biz bunu axırda deyirik. Başda desəm, sən nə edirsən? Heç bu haqda düşünməyəsən və bunun səbəbini anlamayasın. Axırda deyəndə artıq alsın, mən deməsəm də o nəticəyə gələcəyik. Deyəcək ki, hə, əslində əmsallar çünki böləndə bu gedir. Və mənim istədiyim budur, gənclər. Yoxsa o dız-dız üsulları biz də bilirik. Sadəcə nə vaxt vermək lazımdır? Aydındır. Onu da bilmək lazımdır. Uşağa ona nə vaxt verəsən? Bax, indi məsələn, çox adam bunu sezmişdi bəlkə də burada. Sezmişdi ki, əslində kiçik dərəcəli hədlər sualın həllində əhəmiyyətli rol oynamır. Rol oynayan kimdir? Ən böyük dərəcə. Aydındır. İndi gəldik çatdıq sıradakı birinə, uşaqlar. Yenə deyək, sonsuz və sonsuz qeyri-müəyyənliyində surəti və məxrəci əsası böyük olan qüvvətə bölmək faydalıdır. Bu əslində başqa şeydir də. Dərəcəsi böyük olan hədd demədi. Əsası böyük olan qüvvət. Yəni bir tərəfdə 3 üstü n var, bir tərəfdə 4 üstü n var. Hər tərəfi nəyə bölməkdə fayda olacaq? 4 üstü n. Aydındır. İndi burada nələri biləcəyik? N sonsuzluğa yaxınlaşanda a üstü n. A birdən böyük olarsa, məsələn burada baxırıq. N sonsuzluğa yaxınlaşanda 3 üstü n. N artdıqca, N-i bir vayda artırmaq demək nə deməkdir? İfadəni bir dəfədə neçəyə vurmaq deməkdir? 3-ə. 3-ə vurduqca ifadə get-gedə nə inəcək? Böyüyəcəkdir. Demək ki, nə baş verəcək uşaqlar? Cavab sonsuzluq. Amma 3-də 1 üstü n. Burada n-i artırmaq nə deməkdir? Hər dəfə 3-də 1-ə vurmaq. Yəni 3-ə bölmək. Yəni get-gedə ifadəni kiçiltmək. Neçəyə qədər yenəcək? 0. Cavab nə olacaq buradan? 0. Bir də təbii ki, 3 üstü mənfi n demək nə deməkdir? 1 bölü 3 üstü n deməkdir. O da nə deməkdir? 3'də 1 üstü n deməkdir. O da nə olacaq? 0. Demək ki, A1 olarsa cavab zaten 1 üstü nə olursa olsun, nə edir həmişə? 1. Bu arada bu 1 üstü sonsuzluq qeyri-müəyyənlik deyil. Burada 1 olanda bu həqiqətən də 1. Bunun 1 üstü sonsuzluq ikinci görkəmli limiti birazdan danışacağıq. 0 ilə 1 arasındadırsa, onda nə olacaqdır? Cavab 0. Buradakı kimi də 3'də 1 üstü n. 0 ilə 1 arasında da 3'də 1. Keçədən n azalır. İndi gəlin suala baxaq. Uşaqlar 2020. İndi burada bu limiti ayırıram 2 limitə. Yazıram limit n yaxınlaşır sonsuzluğa. 3'də 2 üstü n. Üstə gəlinsin. Limit n yaxınlaşır sonsuzluğa. 2n bölünsün. Kök altında 9n kvadrat çıx 8. İndi bu limit aydındır bəlkə də çoxdan. Cavab 0. Çünki 3'də 2 2 ilə 0 ilə 1 arasındadır. Dolayısıyla 3'də 2 üstə n'in limiti nə edəcək? 0. Geriyə qaldı bu birini tapmaq. Əslində o da aydındır. Hər tərəfi neçəyə bölək? Bayaqki N-ə bölək. Nə olacaq hər tərəfi n-ə böləndə? Limit n yaxınlaşır sonsuzluğa. 2-ni n-ə böləndə 2. Məxrəci də n-ə bölmək, kökün altını n kvadrata bölməkdir. Kök altında 9 sıxılsın, 9 böl n kvadrat. 8. Bu 8. Düzdür, əhəmiyyəti yoxdur amma yenə. Bu nə eləyəcək uşaqlar? 0. Cavab nə olacaqdır yenə? 3'də 2. Kök 9 üstə edirəm. Cavab 3'də 2. Gəldik sıradakı. Bunu bir anlayaq uşaqlar. Amma əslində baxın, maraqlı bir şeydir. Biz limit eləyirik. Amma limitdən çox nəyin eləyirik? Vurğuları ayırma eləyirik. Köklərlə işləyirik. Üstü ifadələrlə işləyirik. Ona görə də uşaqlar o təməl mövzuların çox qəşəng bilinməsi lazımdır. Yəni bəzi uşaqlar anlamırsa bu sözü deməyə haqqı yoxdur. Limiti anlamadım. Yox. Sən limiti yox.
Sən müxtəsər vurma bilmirsən. Vuruqları ayırmanı bilmirsən sadəcə. Yoxsa limitli nə var ki, yerinə qoyuruq da. Nə edir ki limitli burada? Düzdür? Daha da şey təsdiq elə. Ay sağ ol. Gülər. Bu nə deməkdir uşaqlar? 3 üstəyin vurulsun 3. O səbəb hardadır? Ha. Sizcə mən səhv eləmişəm. Pascal'la Faris eynidir. Vaxt olaraq. Pascal'la Faris eynidir. Saatlara edir mənim. Günlərdə. Ha. 12-dir. Neçənsə qrupudur? Bir oldu gördüm. Orada Sadiq müəllimdən mənim söhbətim var. Ora bax Sadiq müəllim atıb cədvəli. Oradan düzəldin. Onun sinif qrupları içindən birini düzəldin. Demək ki, qarışdırmışam. 3 üstəyin vurulsun, 3 çıxılsın 1. Bölünsün. 3 üstəyin vurulsun, 4 üstə gəlinsin 1. Nəyə bölək hər tərəfi? 3 üstəyinə. Hardan bilirsən nəyə bölmək lazımdır? Bir yerdən sonra intuitiv olur da. Bir yerdən sonra sən riyaziyyat hiss edirsən ki, nəyə bölsən düz olar. Düz deyirsən. Aferin sənə. Limit en yaxınlaşıb. Neçə yazdın sən alsın? Və sən 20 yazmısan, amma yəni sənin 20 ilə nə qədər uşaq var ki, onların 20-si eyni deyil. Yəni sən 20 yazsan, amma bütün sualları həll edirsən yəni burada, məsələn. Amma adam var 20 yazıb və heç də bilmir. Ona nətər yazırlar da? Mən də onu bilmirəm. Yaxşı, uşaqlar hər tərəfi 3 üstəyinə bölsək nə alırıq? 3 çıxılsın, 1 bölü 3 üstəyin. Burada hər tərəfi 3 üstəyinə bölsək, 4 çıxılsın, 4 üstə gəlinsin, 1 bölü 3 üstəyin. İndi gənclər, en sonsuzluğa gedəndə 1 bölü 3 üstəyin nə eləyər? 0. Hardan bilsin bu 0 eləyər? Bayaq öyrəndikdə dedik ki, limit en sonsuzluğa yaxınlaşanda 1 bölü 3 üstəyin əslində 3'də 1 üstəyin deməkdir. Bu nə eləyir ki? 1 ilə 0 arasındadır 0. Bəs bu? 0. Cavab? Aydındır. Çətin deyil. Asan deyil. Aha, bu asandır ama, hə? Yaxşı, deyin görün nəyə bölməliyəm hər tərəfi? Aferin. Limit en sonsuzluğa yaxınlaşanda nə edir uşaqlar sürəti 3 üstəyinə böləndə? 1 böl 1 çıx 3 üstəyin. Başlayın. 1 çıx 1 bölü 3 üstəyin. Məxrəc 1 plus 1 bölü 3 üstəyin. Nə edir en sonsuzluğa yaxınlaşanda 3 üstəyin? 0. Cavab uşaqlar 1 bölü 1. O da nə edir? 1. Gəldik çatdıq sıradakına. Deyir, sonsuz çıx sonsuz qeyri-müəyyənliyi ilə qarşılaşılanda 2 al ola bilər. Yəni sən x-i yerinə qoydun, Raul, aldın ki, sonsuz çıx sonsuz. Onda burada 2 al var. Ya kəsirli ifadədir, onda nə edirsən? Ortaq məxrəcə gətir, qorxma. Ya da köklü ifadədir, onda nə edirsən? Qoşmasına vur və böl. Çox bəsit. Aydındır, qoşmasına vur, böl. İndi gəldim, baxdım suala. Bənövşəyi sual 17. 2 dənə kəsir var, gördük mü? Gördük. X-in yerinə 4 qoyuruq uşaqlar. 1 böl 4 çıx 4. 1 böl 0 nə eləyər? Sonsuzluq deyə düşünürük da, sonsuz. Çıx. Buradan x-in yerinə 4 qoyduq. 4-ün kvadratı 16. 16 çıx 16. 0. 1 böl 0. Nə oldu? Sonsuz çıx sonsuz. Nə eləyəcək sonsuz çıx sonsuzda? Ortaq məxrəc. Kəsir daxil bu. Demək ki, ortaq məxrəci gətirək. Gəlin yazaq. Bərabərdir. Limit x yaxınlaşır 4-ə. Bəli, birinci kəsirin sürət və məxrəci neçəyə vurmalıyam? Onda olacaq x plus 4 bölünsün x kvadrat çıx 16. Razısınız? Çıxılsın 8 bölünsün x kvadrat çıx 16. Məxrəclər eynidir. Sürətlərlə işləyəcək. Nə alacaq bunda uşaqlar? Limit x yaxınlaşır 4-ə. Sürətdə nə qaldı? X çıx 4. Məxrəci qruplara ayıranda nə olacaq? X çıx 4 vur, x plus 4. Getdim x çıx 4-də. Nə qaldı uşaqlar geriyə? Limit x yaxınlaşır 4-ə. 1 bölünsün x plus 4. X neçədir? 4. Yerinə qoy. Aydındır. Problem yoxdur. Bəli. 2022 yay. Nə deyim uşaqlar? Bənövşəyi sual 18. Deyir ki, limit en yaxınlaşır sonsuzluğa. 4n çıxılsın kök altında belə bir ifadə. N'in yerinə sonsuz qoy. 4n nə eləyəcək? Sonsuz eləyəcək. Burada da sonsuz böyük bir ədədin kökünü alsam yenə sonsuz eləyər. Hansı versiyanla rastlaşdıq yenə? Sonsuz çıx sonsuz. Amma köklü ifadədir. Nə eləyəcək? Qoşmasına vurub böləcək. Yazaq. Onda olacaqdır limit en yaxınlaşır sonsuzluğa. Şöyle 4n çıxılsın kök altında 16n kvadrat çıx 8n plus 1'i
Vuracaq nəyə? 4n üstə gəlirsin kök altında 16n kvadrat çıx 8n plus 1-ə. Bir də bu vurduğumuz ifadəyə nə eləyək uşaqlar? Böləcəyik. İndi uşaqlar elə bil ki gənslər bu A-dır, bu da B-dir. Hə? A-dır B. Nə olacaq? A minus B-ni A minus B yapacaq? Bəli. Ona bunu gəlin yuxarıda yazaq da. Olacaq 4n-in kvadratı nə eləyəcək? 16n kvadrat çıxılsın. Bu ifadənin kvadratı o kökü götürərmi? Nə qalır? 16n kvadrat üstə gəl 8n çırp 1. Razısınız? Bunlar bir-birini götürərmi? Nə qaldı? Onda bunu yazıram. Limit n yaxınlaşır sonsuzluğa. Surətdə nə aldın? 8n plus 1. Məxrəcdə 4n plus çırp 1. 4n plus 16n kvadratı çıx 8n plus 1. Bundan sonra? 4n çıxır. Nətəri? N kvadratında 4n çıxır. Anlamadım. Kökün altındakı mühtəsəylə 4n çıx 1-in kvadratı 4. Elədir. 4n çıx 1-dir o. Yox, düz deyil. 4-dən çıxdığın kvadrat. Amma gərək yoxdur, afərin. Afərin, amma ehtiyac yoxdur. Hər tərəfi neçə bölən? Yox, düz deyirsən. Hər tərəfi enə bölən. Olacaq limit en yaxınlaşır sonsuzluğa. 8 çıx 1 bölən. 4 üstə gəlinsin. 16 çıxılsın. 8 bölən plus 1 bölünsün. N kvadrat. Uşaqlar, en sonsuzluğa yaxınlaşanda bu nə olacaq? Bu. Cavab olacaqdır limit. En yaxınlaşır sonsuzluğa 8 böl 8. O da neydi uşaqlar? 1. Afərin, onu gördün, o qəşəydir. Amma bizim orada bir işimizə yaramadı da. Başqa şey, o 2-nin, onsuz da 8-in heç bir önəmi yox idi. Yox, 8-in önəmi var idi, yuxarıda var idi. Yaxşı. Gəldik taxtı uşaqlar. Birinci görkəmli limit. Adına bax, nə bu? Birinci görkəmli limit. Çox görkəmli adı yoxdur uşaqlar bunun. Cidden çok böyle havalı adı var. Birinci görkəmli limit. Yani bence çok cooldur. Riyaziyyatın en cool şeyi budur. Hipotenuzda da değil. Görkəmli limit. Ama dilimiz de çok qəşəng. Yani o görkəmli sözün özü de çok görkəmlidir. Cidden cool nədir? Böyle saçma sapan söz. Görkəmli. Ne? Sarsak? Aysa məsələn sarsaq. Çox qəşəng sözdür, oturur. Azərbaycan dilini bilməyən biri olsa məsələn, deyərsən ki sarsaq, Vaqif yoxsa Alcudin o. Azərbaycan dili bilmir, amma sözün tənəffüzündən hiss edir ki, sarsaq sözü buna uyğun gəlir. Ona uyğun gəlir. Məsələn desən ki, nəzakətli, düzü bu. O nəzakət sözə baxın, nəzakətli. Çox qəşəng sözdür. Siz belə eləyərsiniz. Gəlin məsələn bana, hamı bundan razılaşacaq. Belə bir şey var, bir də belə bir şey var. Bunun birinin adı Zigidir, birinin adı Labubudur. İndi heç kim deməsin uşaqlar. Mən demirəm ki, hamının, birinin adı Zigidir, Zigi. Birinin adı nədir uşaqlar? Zigi, birinin adı Labubu. Mən təxmin edeyim hamı nə düşünür? Hamı düşünür ki, Zigi budur, Labubu budur, düzdürmü? Yəni də, niyə? Çünki o Zigi sözündə o Z hərfinin şeyi var. O Z hərfinin zaten Z olma səbəbi də ola bilər yəni ki. Böyle künç bir şey var, hiss edirsən ki bir şey var. Cızır elə bir orada, belə bir şey var. Aysa var. Amma bu belə bir su damlasıdır. Belə dəyir yerə belə şey deyir, damcı şəklində bir şey, düzdürmü? Deyirsən bu labubu deyə bir şey də var, Nədir? Saçma sapan şey. Limit, davay. Hardan hara gəldi? Nəysə, əsasən bir dilçi qədər dilə hakim olmaq lazımdır. Demək istədiyim nədir? Bəzi sözlərin mənasını bilməsən də, o sözlərin aşağı yuxarı hansı anlamda istifadə edildiğini tapa bilərsən. Amma həmişə yox da. Həmişə yox. Məsələn, sabit sözünün nə olduğu neçə nəfər bilir? Sabit nədir ki? Sabit. Bu istilə qədər çox istifadə edilir, sabit. Sabit yox, sabit. Köhnə, keçmiş. Keçmiş. Sabit məmurdan bilirəm ki, keçmiş. Sabit deyir prezidenti, köhnə, keçmiş. Sən onu bilənmərsən. Amma məsələn deyir ki, məsələn, lay-laylo. Bilirsən ki, bu bambılı, düşük, belə bir şey deyir. Səl, maygülü. Nə qədər sinonim var bunun. Şu anda pis sözlərində nə qədər sinonim var və yaxşının sinonimi yoxdur. Məsələn deyirsən ki, Ansu çox gözəl bir şagirddir. Sinonim və yox. Amma məsələn Vaqif üçün sayı qutarmaz.
Bütün Azərbaycan Vaqif'i tanıyacaq o mənəm. Vaqif özdə bir səhifə açarsan. O Vaqif mənim. Adı nə dostlar? Ayam Vaqif. Ürəksən sən. Arada tərif edirəm ki. Yaxşı. Nəysə. Görkəmli limit uşaqlar. Nədir bu birinci görkəmli limit? Sinus x bölünsün x uşaqlar. Bax bu limit x sıfıra yaxınlaşanda olur birinci görkəm limit. Nəticəsi nəyə bərabər olur? 1-ə. İndi bunun isbatını burada verə bilmirik uşaqlar. Təəssüf ki, verə də bilərik. Amma ki, işimiz o deyil. Deməli uşaqlar, diqqət edirik. X sıfıra yaxınlaşanda sinus sıfırda sıfır daxil. Sinus sıfır nədir? Sıfırdır. Yerinə qoyunda əslində burada hansı qeyri-müəyyənlik yaranır? 0,0 qeyri-müəyyənlik yaranır. Bəli. Əslində burada elə bir sinus x-i Taylor sırasına ayıranda möhtəşəm gəlir. Amma indi boş verin də, o bizim işimiz deyil. Başqa isbatları da var, amma baxmırıq da. Bir dənə bunu əzbərləyin uşaqlar. Əslində digər hamısı bunun nəticəsidir. Məsələn, burada nə yazmışıq? Tangens x bölü x. Onun da limiti neçəymiş? X sıfıra yaxınlaşında 1 imiş. Məsələn, bunun bu nəticəsi olduğunu göstərək. Nətər göstərik? Yazıram, bax, limit x yaxınlaşır sıfıra. Tangens x bölüsü nəyə axtarım uşaqlar? X-i. Tangens x deyən kimi ağlıma nə gəlir? Sinus x böl kosinus x. Onda olur sinus x böl x vurulsun kosinus x. Razısınız? X sıfıra yaxınlaşanda sinus x böl x nə idi? Birinci görkəmli limit. 1. Geriyə nə qaldı? Limit x yaxınlaşır sıfıra. 1 bölünsün kosinus x. X-in yerine nə qoyuram? 0. Kosinus 0 neçədir? 1. 1-i 1-ə böləndə 1. Demək ki, tangens x-də də beləyir. Məsələn, bu da eynisidir yoxsa yox? Məsələn, nə tər göstərərsiniz? Hadi bir zeyn işlədir oradan. Limit x yaxınlaşır sıfıra, x böl sinus x-in 1 olduğunu necə göstərərəm? Aferin. Mən elə bilirdim ben orası. Hər tərəfi x-ə bölərəm uşaqlar. Nə olar hər tərəfi x-ə bölsəm? 1 bölünsün sinus x böl x. İndi sinus x böl x neçədir limiti? 1-i gör, 1, cavab 1 böl 1, 1. Bilirsiniz, sadəcə olaraq. Yəqin ki, utandınız demək. 100%. Digərinə baxır uşaqlar. Sinus ax böl bx ya da ax böl sinus bx ya da tangens ax. Bunların da hamısının limiti nədir? A böl b. Gəlin birini göstərək. Məsələn, limit x yaxınlaşır sıfıra. Sinus ax bölünsün nədir uşaqlar? Bx. Mən bunun sürətində, məxrəcində a-ya vururam. Nə olur? Vur a, böl a. Onda bu belə yaza bilərəm bunu. Limit x yaxınlaşır sıfıra. Sinus ax böl ax vur a böl b. İndi bu birinci görkəm limitdir. Sinus ax böl ax. Məsələ orada onlar, bu arada məsələndə belə deyirəm. Biz deyirik ki, məsələn, sinus kvadratı x plus kosinus kvadratı x nəyə bərabərdir? X-in buradakı anlatımı nədir ki? Yəni, burada nə demək ki, sinus kvadratı x plus kosinus kvadratı x? Ayət ol. Məsələn, bunların eyni olmasıdır da. Yəni, ikisi də x olsun. X olmasaydı, 2x olsaydı, cavab 2 mi olardı? Yox. 7x olsaydı, cavab 2 mi olardı? Yox. Məsələ nədir? İkisinin də nə olmasıdır? Eyni. Yəni, o x olanda bu da nə olsun? Fərqi. X olsun. Məsələ budur. O zaman sinus x böl x-in limiti 1-dir nə deməkdir? Yəni sinus 5x olsa, məsələn 5x olsa limit yenə nə olacaq? O zaman sinus ax böl ax-in limiti nədir? 1. Biri də a böl b-yə vuranda nə olacaq uşaqlar? A böl b. Pərişan elədim bunu. Amma qəşəng. Amma mən bunu silməliyəm, başqa yolumuz yoxdur uşaqlar. Çünki orada qəşəng bir şey var, onu sizə göstərəcəm. Sildim bunları. Gələn dəfədən bu şeyi nəzərə alacağım. Bunların arasına qəşəng özümün not düşməm üçün yerlər qoyacağım. Daha qəşəng olacaq. Yaxşı. Həmçinin uşaqlar sinus ax böl sinus bx olsun, sinus ax böl tangens bx olsun, tangens hamısının limiti nəyə bərabərdir? Əmsallar nisbəti. A bölünsün b-yə. Gəlin bunun da birini göstərək. Məsələn, necə göstərərəm bunu? Limit x yaxınlaşır sıfıra. Sinus ax böl tangens nəyi göstərirəm uşaqlar? Bx-i. Surəti də, məxrəci də uşaqlar bölürəm x-ə. Onda olur sinus ax böl x böl tangens bx böl x. Uşaqlar, yuxarıdakı qaydaya görə, bax buradakı bu qaydaya görə sinus ax böl x nəyə bərabər olacaq? A-ya. Çünki burada x-in əmsalı a-dır, burada x-in əmsalı nədir? 1-dir. Burada deyir, a böl b-dir.
Oldu, böl. Yenə eyni qaydaya görə, bax bu qaydaya görə tangents bx bölü x-in nəticəsi nə olacaq? B. Cavab nə olacaq onda? A bölü B. Baxın, amma diqqət edin, bunların hamısında x nəyə yaxınlaşır uşaqlar? Hamısında x nəyə yaxınlaşır? Sıfıra. Bax, bir dənə burada, bir dənə şey, burada x sıfıra yox, nəyə yaxınlaşır? Sonsuzluğa. Cavab da nə olur uşaqlar? 0. 1 olmur. Bu birinci gökən limit deyil. Sinüs x bölü x-dir, amma birinci gökən limit deyil. İndi bunu atıram, bax. Bunu belə yazmaq olar mı? Limit x yaxınlaşır sonsuzluğa. Sinus x vur 1 bölü x. Bayaq x-in yerine 0 qoyanda biz nə almışdıq? 0 bölü 0. İndi görün nə alırıq. X nə qədər böyük olursa olsun, Mövla. Sinus x neçəni aşanmaz? 1'i aşmaz. Düzdürmü? X böyük olanda bəs 1 bölü x nə olur? 0 olur. 1'i aşmayan bir ədədi 0'a vururam. Nəticə nə olar? 0. Aydındır? Başa düşdünüz? 1'i aşmayan bir ədəd var. Məsələn, belə olsaydı, x, məsələn, 3x vurulsun 1 bölü. Tutaq şey elə verirəm. Bu, özü çox böyük ədəd olanda, onu 0'a vuranda düşünə bilərəm ki, bəlkə ixtisar gedir. Məsələn, burada ixtisar gedir, hə? 3 edir bu. Amma bu elə deyil, məhduddur. Biz buna analizə deyirik ki, məhdud funksiyayla sonsuzlanan funksiyanın hasili sonsuzlanandır. Bir məhdud funksiyanı sonsuz azalan funksiyayla hasilinə baxırıqsa, burada cavab nə olacaq? Sonsuz azalan. Yəni, limiti 0 olacaq. Bu siz qorxmayın, belə şey soruşmamaz. Mən soruşaram, o da ki, heç nə olmaz. Mən 15-də götürürəm. Gəldik, çatdıq, bənövşəy sual 19. Gəlsə, fikir olan var. Var, bir şeyler edə bilərsiniz. X-ə bölə. Dəqiq. Məncə X-ə bölsək şey olmaz da. Bəlkə qoşmasına bıraq. Hə? Qoşmasına bıraq bölək bəlkə. Baxaq görək. Limit x yaxınlaşır 0'a. Məxrəcdə sinus x vur. Şöyle ne olacaktı? Kök altta x plus 9 plus 3. Surətdə olacaqdı. Kök altta x plus 9 minus 3 vur. Kök altta x plus 9 plus 3. Biraz sərgəsiz yazdım. Gənclər, üzürlü sayır. Bunu buradan devam edirəm. Limit. Bəlkə başqa rəng ilə devam edirəm. Sizin üçün heç bir fərq yox. X yaxınlaşır 0'a. Aha. Surətdə nə olacaq uşaqlar? A ise o. X plus 9 minus 9. Məxrəcdə nə olacaqdı? Sinus x vur. Çox əla oldu, hə? Kök altda x plus 9 plus 3. Bunlar birbirini götürdü mü? Gənclər, nə qaldı burada? X böl sinus x. Nədir ki x böl sinus x? Ha, onu deyində bir o sözü demiş. Birinci görkəmli limit. Nədir? Birinci görkəmli limit. Ne edecek bu limit? 1. Geriye ne kaldı? Limit x yakınlaşır 0'a. 1 bölünsün. Kök altında x plus 9 plus 3. X'in yerine neçə koymuşlar? 0. Ne elde edirik? 1 bölü 6. Öteşen. Aydındır. Uşaqlar, bu 2023 sualını görəndə 2023 uşaqları dedi ki, bu nədir? Çok möhtəşəm bir sualdır. Çox möhtəşəm sualdır. İndi bu sualı həll edəcək, görəcəksiniz ki, necə gözəl bir sualdır. Və bu həm də onu göstərir ki, bəzən, baxın, bəzən tərs köşə olmaq olur. Biz nə gördük? 2020'də gələn sualın oxşarı 21'də var idi mi? Var idi. 22'də gələn sual 23'də oxşarı var idi mi? O birlərdə var. Və elə olur ki, uşaqlar, heç bir əlaqəsi yoxdur. Bax, bu sual heç bir əlaqəsi yoxdur. Bayağı bir uşaqları çətinə salmışdı bu sual. İndi biz bu sualı əldə edəcəyik. Bəli. Buradan bir şey görürsünüzmü? Sinus var, amma n sıfıra yaxınlaşmır. Nəyə yaxınlaşır? Sonsuzluğa. N burada sonsuzluğa yaxınlaşır. Onda biz nə etməliyik? Deyir ki, baxın, sizə yol göstərirəm burada. Deyirəm, əgər 1 bölən bərabərdir, bu 1 deyil uşaqlar, bu t'dir. 1 bölən bərabərdir t desək, n sonsuzluq şərtində t yaxınlaşır 0 çıxar. Baxın, deyirəm ki, uşaqlar, tutaq ki, t nəyə bərabərdir? 1 böl n'ə, onda n sonsuz böyük olarsa,
T-də sonsuz kiçik olmazmı? 1-i çox böyük bir ədədə böləndə cavab nə olacaqdı? Sıfıra gedəcək də. Demək ki, buradan hansı şərt çıxır? T yaxınlaşır 0. Sonra uşaqlar, əgər buradan T 1 bölü n-ə bərabərdirsə, onda Tn nəyə bərabərdir? Tn. Tn 1-ə bərabərdirsə, onda n nəyə bərabərdir? Demək ki, mən nə edəcəyəm? Sualımda n gördüyüm yerə nə yazacağam? 1 bölü T və n yaxınlaşır sonsuzluq şərtini nə ilə əvəzləyəcəyim? T yaxınlaşır 0-la. Tutardı, sual həll olacaq. İndi məsələn, sualın biri buradadır. N sonsuzluğa yaxınlaşanda 2n plus 1 vurulsun sinus 1 bölü. Mən nə edirəm? N gördüyüm yerə 1 bölü T, şərti də dəyişirəm, T yaxınlaşır 0. Onda olur T yaxınlaşır 0-a. 2 vurulsun 1 bölü T. Nə eləyim? 2 bölü T. Plus 1 vur sinus T. 1 bölü T. N'in yerinə nə yazdım buradan? N'in yerinə. 1 bölü T. 1 bölü T yazanda nə oldu? Sinus T. Nə əldə edelim uşaqlar? Vurub açanda 2 vurulsun sinus T bölü T plus sinus T. Nə eləyir sinus T bölü T? Birinci görkəmli limit. 1. Cavab nə oldu uşaqlar? 2 plus 0 yerinə qoyda sinus 0 nə eləyir? 0, 2. Aydındır. Yaxşı. Bunu burada əldə edəyək. Biraz aşağı indirək. Bunu lövhədə çözək. Mən bilirəm, oradan nətər görsənir. Belə olsa daha mı qəşəng olur? Yox, lövhəyə gəlsin. Aha. Hə, üstündə deyil. Nəysə, həll oldu. Siz lövhəni yapmağı yaxşı görürsünüz. Görmürsünüz ya. İşığın birini vursaq məncə, bir dənəsini vur. Aha, bəsdir. Məncə indi daha qəşəngdir. Baxın, məntiqim nədir? Bir dənə bunu silim olasan. Şuralar bayağı gelişmişiz ya, görürsünüz. Hə, indi baxın. Deyirəm ki, bax başdan anlatıram sizə. Deyirəm ki, əslində bunu biz çəkə də bilərik, biz bunun bu hissəsini paylaşa bilərik. Məryəm xanım, bir dənə bunun bu hissəsini çəkin. Bu qəşəng sualdır. O, mənim telefonumla çəkin, o bir telefonla. Bir daha sən çək. Kim çəkir, çəksin. Tez olun, əsəbləşirəm. Çay mı gəldin, hə? Hə. Yaxşı, deməli gənclər biz nə edirik? Bənövşəyi sualların 20-sini əldə edirik. Bu sual 2023-də düşən sualın oxşarıdır. Yəni həmin anda bir şok effekti yaratmışdı. İndi bu sualın əlinə baxaq. Bu videoda, bu videoda YouTube'dakı limit dərsimizdən bir hissədir. Dərsin tamamını oradan izləyə bilərsiniz. Deməli bu sualı əldə etmək üçün gənclər biz nə edirik? Deyirik ki, n yaxınlaşır sonsuzluğa. Tamam. Deyirəm ki, t bərabər olsun 1 bölünsün n-ə. N əgər sonsuzluğa yaxınlaşırsa, buradan çıxan sonuç nədir? T nəyə yaxınlaşır? 0-a. Bəs n əgər 1 bölü t-dirsə, tn nəyə bərabərdir? 1-ə. Tn 1-ə bərabərdirsə, uşaqlar, buradan n nəyə bərabərdir? 1 bölü t-yə. Demək ki, mən bu sualda bütün n-ləri nə ilə əvəzləyəcəm? 1 bölü t ilə. Və n yaxınlaşır sonsuzluq şərtini nə ilə əvəzləyəcəm? Bəli, t yaxınlaşır nəyə? 0-la. Bəli. T yaxınlaşır 0. Normalda, indi onu eləyirəm. Nə əldə eləyirəm? Limit t yaxınlaşır 0-a. Nə olacaq uşaqlar? 3 bölü t üstə gəl 4 vurulsun sinus n-in yerinə 1 bölü t qoyanda uşaqlar nə alıram? 3t. Möhtərizəni vurub açıram. Mən o oradan qəşəng düşür Fidan xanım. Yaxşı düşür. Tamam. Hə, yox, orada davam eləməliyəm, başqa yol yoxdur. Möhtərizəni vurub açsın, nə olacaq limit? T yaxınlaşır 0-a. Olacaq uşaqlar 3 vurulsun sinus 3t bölünsün t. Üstə gəlirsin 4 vurulsun sinus 3t. Razısınız? Bu ifadə isə tanış gəlir. Nədir bu? Birinci görkəmli limit. Nə olacaq bunun nəticəsi? Yox, burada 3 var. Bu 3 var, burada 1 var artıq elə bir. Əmin salaq 3. Cavab nə olacaq uşaqlar? 3 vur 3. 9. Üstə gəlirsin. T'nin yerinə 0 qoyanda bu hissə nəyə gedəcək? 0-a. Cavabımız nədir uşaqlar? 9. Aydındır. İndi bu dərsin tamamını YouTube'dan izləyə bilərsiniz. Neçə dəqiqə oldu video?
Ha, tamam, qəşəng. Usta izləmir. Hə. Bu cür deyirəm də, Instagram elə bil oxumayan uşaqdır. Detallı şəkildə izah edirsən, deyə bəlkə sən boş-boş danışırsan. İnsanların qabağına çıxartma. Boş-boş danışırsan, amma qısa. Deyə bəlkə sən bombasan. Onda hamı baxır. Mən də nə elədim, uşaqlar ikisini də elədim. O da bildi. Nəticə? Yenə heç nə. Yaxşı. Tamam. Birinci görkəmli limit suallarında nə deyəm uşaqlar? Bilinməlidir ki, kosinus 2x-in yerinə nə yaza bilərik? Kosinus kvadratı x çıxılsın. Sinus kvadratı x. Bayaqçı versiya daha qəşəkdir, o işığın sönülü oldu. Yoxsa indi? Bayaqçı versə yaxşı. Bayaqçı daha yaxşı. Daha aydın görünür. İşıq söndü. Yaxşı. Kosinus 2x bərabərdir əgər uşaqlar kosinus kvadratı x çıx sinus kvadratı x. Bir bunu möhtəşəm elədik, zaten trigonometrini bilinir. 2 sinus 2x-i nətər aça bilirik? 2 sinus x kosinus x. 3 sinus kvadratı x plus kosinus kvadratı x-in yerinə lazım gəlsə nə qoymağa bacarmalıyıq? Bir ya da tərsinə 1-in yerinə onu. İndi baxın, suala baxın. Mürəkkəb görünür amma sadədir. X yaxınlaşır 0-a. 1 çıx kosinus 2x bölünsün, x vur sinus 2x. 1-in yerinə nə yazıram uşaqlar? Sinus kvadratı x plus kosinus kvadratı x. Kosinus 2x'in yerinə nə yazıram? Kosinus kvadratı x minus sinus kvadratı x. O minus bu minusuna olur plus. Buradan uşaqlar kosinus kvadratı x'lər birbirini götürür. Geriyə qalır 2 sinus kvadratı x böl x vur. Uşaqlar sinus 2x'i necə atıram? 2 sinus x kosinus x. Sinus kvadratı x'lər birbirini götürür. Gəlir uşaqlar burada nə görürəm? Olur x sıfıra yaxınlaşanda sinus x böl x. Nədir ki o sinus x bölü x? Birinci görkəmli limit. Nəticəsi nədir onun? 1. Yerinə 1 qoyuram. Olur nə? 1 böl kosinus x. X-də hara yaxınlaşır? 0-a. Gətirib x-in yerinə qoyuram? 0. Kosinus 0 nə eləyir? 1. 1 böl 1? Aydındır. Nə elədi uşaqlar? Bir örnəyin içərisində həm bundan istifadə elədik, həm bundan istifadə elədik, həm də bundan istifadə elədik. Demək ki, bunların hamısını mükəmməl şəkildə bilməmiz lazımdır. Yaxşı. Sıradakına baxırıq. Bir çıxılsın. Bu arada uşaqlar biz törəmə keçəndən sonra bu limit sualları biraz da asanlaşacaq. Çünki bəzilərində L'Hopital qayda tətbiq edəcəyik. İndi baxın. Amma biz törəmə keçmədiyimizə görə nə olacaq uşaqlar burada? L'Hopital qayda yox. Bax, heç L'Hopitala girmədik. İndiyə qədər heç törəmədən danışmadıq. Amma bəzi müəllimlər var ki, onlar əvvəl törəməni keçirlər, sonra nə keçirlər? Limit keçirlər. Biz heç törəməyə girmədən bütün limit suallarını həll edə biləcək kapasitemiz olmalıdır. Törəməyə girmədən limiti həll edəcək kapasite. İndi riyaziyyat oxuyanlar bilir, riyaziyyatda böyük bir ayıbdır. Məsələn, tutaq ki, analiz dərsindəsən, limit var, törəməyə geçsən, mənim necə yox, olmaz. Törəmə yox, törəməzsən eləyəsən. Yəni elə bir bacarıq göstərdi və sizin burada qabiliyyətiniz artır, narahat olmayın. Yəni bu sıradakı başlıq var, L'Hopital başlığı. L'Hopitalı gələn dəfə öyrənəcəyik, amma ikinci görkəm limiti görəcəyik. Zaten mən L'Hopitala heç yer ayırmamışam, heç də soruşmamışam. Niyə? Biz belə. İndi, L'Hopitalsız həll edirik sual. L'Hopitalsız sual həll edirik. Deməli, 1 çıx kosinus 4x bölünsün, x vur sinus 4x. Həmən düşünürəm. Əslində 1 çıx kosinus 4x-i əzbərləmişdik. 1 çıx kosinus 2x böl 2-nin yerinə nə yazırdıq biz? Sinus kvadratı unutmuşsunuz. Deyəsən refresh olub gəlmişdir ha. Sinus kvadratı x-in yerinə nə yazırdıq? 1 çıx kosinus 2x bölünsün 2 da. Dolayısıyla 1 çıx kosinus 2x-in yerinə 1 çıx kosinus 2x-in yerinə nə yazmalıyıq? 2 sinus kvadratı x. Buradakı tema nədir? 2x, x yarısı. Onda nə yazmalıyıq bu ifadənin yerinə? 1 çıx kosinus 4x-in yerinə. A hesab ol. Limit x yaxınlaşır 0-a 2 sinus kvadratı 2x. Bölünsün x vur. Kosinus 4x. Nə tərəfdə sinus 4x? 2 sinus 2x kosinus 2x. Kvadrat bunu götürdü mü? Götürdü. Geriyə nə qaldı? Limit x yaxınlaşır 0-a 2 sinus 2x bölünsün x vurulsun. 2'ler bu arada birbirini götürdü mü? Götürdü. Ona buna ihtiyaç yoktu. X vurulsun kosinus 2x. Sual. Bu tanıştı mı?
Sinüs 2x bölü x. Birinci görkəm limit. Nə edir nəticəsi? 2. Onda nəticəmiz nədir? Limit x yaxınlaşır 0-a 2 bölünsün kosinüs 2x. Gətirib x yerine nə qoyuram? 0. Kosinüs 0. 1. 2'ni də 1'e böləndə cavab 2. L'hopital nə deyir uşaqlar? L'hopitalda deyir ki, əgər 0/0 aldınsa, sonsuz bölü sonsuz aldınsa, surətin də məxrəcin də törəməsini al. Alacamadan törəmə al. Amma indi siz törəmə bilmirsiniz deyə biz onu görməyəcəyik. Keçdik ikinci görkəmli limitə. Bəli, bu y ədədini həqiqətlərdən bu yana görürdük. Euler ədədi, Ludolf sabiti 2,71 sonsuza qədər gedir. Bəli, bu nədir uşaqlar? Bu ikinci görkəmli limitin nəticəsidir. Yəni 1 plus t üstü 1 bölü t. Nəyə bərabər olur bu limit? T sıfıra yaxınlaşanda y-yə. Buna deyir uşaqlar 1 üstü sonsuzluq qeyri-müəyyənliyi. Baxın, diqqət edin. T-ni yerinə 0 qoyun. Nə alasınız? 1 plus 0. 1 bölü 0 sonsuzluq. Nə oldu? 1 üstü sonsuzluq. Yəni hardasa 1 üstü 0 qeyri-müəyyənliyi gördüksə, bilin ki, burada nə var? İkinci görkəmli limit var. Aydındır? Heç də qorxulu bir şey yoxdur. Diqqət edirsinizsə, sadəcə olaraq buradakı ifadə nədir? T. Buradakı ifadə nədir? 1 bölü t. Onlar bir-birinin nəyi olmalıdır? Tərsi. Burada nə durmalıdır mütləq? 1. Bunun nəticəsi nə eləyir? Y. İndi baxın, bir də bayaq bir şey danışmışdıq. Baxın, t yaxınlaşır 0-a. Uşaqlar, tutaq ki, n bərabərdir nəyə? 1 bölü t-yə. T 0-a yaxınlaşırsa, n nəyə yaxınlaşır? Sonsuzluğa. Düzdürmü? Və n əgər 1 bölü t-dirsə, t nədir? O da 1 bölü n-dir. Onda gəlin birinci görkəmli, ikinci görkəmli limitdə bu yazdıqlarımdan istifadə edək. Dolayısıyla nə olacaqdır? T yaxınlaşır 0 şərtini nə ilə əvəzləyəcəyəm? N yaxınlaşır sonsuzluq. 1 plus t-nin yerinə nə qoyacağım? 1 bölü n, 1 bölü t-nin yerinə onda nə qoyacağım? N. Demək ki, bu da nəyə bərabər olacaqdır? Y-yə. N-li limitdir da. Onda buradan mən təzdən bütün n-ləri t-lərlə əvəzləsəm, bunu mu alaram? T sonsuzluğa yaxınlaşanda 1 plus t üstü 1 bölü t. Nəyə bərabərdir? Bir dəqiqə, bu səhvdir. Bu səhvdir uşaqlar. Bu belə olacaq. 1 bölü t üstü t. Çünki burada görürsünüz da 1 bölü n üstü n-dir. Yenə də onlar bir-birinin nəyi olmalıdır? Tərsi. Nəyə bərabərdir? Y-yə. Bir dəqiqə görün, burada sıxıntı yoxdur. Yox, burada problem yox. Hə, indi əgər uşaqlar, bax, 1 üstü sonsuzluq qeyri-müəyyənliyidirsə, nətəlim? Mən 1 bölü t elədim da, o 1 bölü t deyildi orada, t idi. Nətəl dedim? Yox, düz deyil axı. Belə olmaz. 1 plus 1 bölü n üstü n. Biz t'nin yerine 1 bölü n yazmışıq. 1 bölü t'nin de yerine onda n yazmalıyıq. Bəli. Bəli. Bax, əzizim, buradan nə alırıq? Qulaq asın mənə. Buradan aldıq ki, limit, qəşə qulaq asın. N yaxınlaşır sonsuzluğa. 1 plus 1 bölü n üstü n bərabərdir y-yə. Qalsın məndən. Bütün n-ləri t ilə əvəzləyin də. Belə bir tənlikdə bütün n-ləri t ilə əvəzləyə bilərsiniz. Heç də dəyişməz ki, bu buradakı t deyil. Yəni, o oxşar olsun deyə deyirəm t. Bilirsiniz nədir? Bütün n-ləri t ilə əvəzləyin, bunu alasın. İndi bunu almadıq da, o səhv idi. Onu düzəltdim. Aydındır? Yaxşı. Bu ikisi uşaqlar ən vacib qaydalardandır, bu ikisi. Bax, burada da qeyd düşmüşəm. Son iki hal nə vaxt doğrudur sadəcə olaraq? 1 üstü sonsuzluq halında doğrudur. İndi buradakı qayda nədir? Sən gördün ki, 1 üstü sonsuzluqdur. Onda nə edirsən? Deyirsən ki, bax, limit x yaxınlaşır 0-a 1 plus px üstündə qx. Yoxladın, gördün ki, burada hansı sonsuzluq var? 1 üstü sonsuzluq var. Hansı qeyri-müəyyənlik? 1 üstü sonsuzluq. Onda bunu yaza bilərsən, y üstündə limit şərti dəyişmirsən. X yaxınlaşır 0-a, px vur qx. Biraz çətindir. Nümunələrdə görəsiniz. Ayda. Nümunə birincidən çox çətin yəni. Gərək asanla başlayacaq. Deyəsən, bu daha 23 də çətindir. Burada keçdi ayrı şeyə. 2 dənə nümunə vermiş uşaqlar məcbur biraz kafa yoracaq burada. Gəlin bunu eləyək. Baxın. Bu daha rahatdır. Bundan başlayıram. Deyirəm ki, limit. Bir dənə ikinci görkəm limiti xatırlayaq. Nə idi ikinci görkəm limit? Deyirdim ki, limit
x yaxınlaşır 0-a, 1 plus x üstü 1 bölü x. Nəyə bərabər olur uşaqlar? Y-yə. Buradakı əsas tema nədir uşaqlar? Bu x-dir, bu 1 bölü x-dir. Yəni ordaşlar bir-biri nəyi olmalıdır? Tərsi. Başqa heç də yoxdur. İndi gəlirəm buna. Buna yazıram limit x yaxınlaşır 0-a, 1 minus. Minusu sevmədim. Məndə nə olması gərəkir? Plus. Onda yazıram 1 plus. Mənfi 2x. Üstündə nə olması gərəkir uşaqlar? Bunu ikinci görkəm limiti oxşatmamız üçün? Bəli. 1 bölünsün mənfi 2x. Amma nədir uşaqlar? 3 bölü x-dir. Bunu nə tər edin 1 bölü mənfi 2x? Mənfi 2-yə bölün, bir də mənfi 2-yə vurun. Oldu mu indi? 3'ü də ondan ayrım. Nə oldu uşaqlar? Mənfi 6. Razısınız? Anlamadınız? Bir də eləyirəm. İşləmdə problemimiz var, gənclər. İşləmi anlamırsınız. Limiti qoy qırağa. Bax. Mənim ifadəm nədir? Buradan yazıram. Mənim ifadəm nədir? 3 bölü x. Mən istəyirəm ki, burada hansı ifadəni görün? 1 bölünsün nəyi? Mənfi 2x-dir, düzdürmü? İndi bax, bu ifadəni nəyə vurmalıyam ki, 3 bölü x alım? Mənfi 6-ya vurmalıyam da. Mənfi 6-ya vursam, mənfilər bir-birini götürür. 6-nı da 2-yə bölündə 3 eləyir. Bunu alıram mı? Alıram da bu ifadənin yerinə bunu yazıram. İndi bu hissəyə fikir ver, bu hissəyə fikir ver. Bax, bu hissə. Nədir bu? İkinci görkəmli limit. Çünki bu nədir? Mənfi 2x. Düzdürmü? Bu nədir? 1 bölü mənfi 2x. Əsas məsələ nə idi? Onun nəyi olsun? Tərsi. Onda bu nə eləyəcək uşaqlar? Y. Cavab y üstü mənfi 6. Aydındır? İndi gəlirəm buna. İndi bu dediyimi burada eləmək biraz çətindir da. Narahat olmayın ha. Belə sual topuda belə yoxdur. Topuda belə yoxdur. Görəcəksiniz toplu top böyüşəkdir. Üzr istəyirəm. Topuda yoxdur. Yazmıram heç. Hə. İndi bu tip sualda nə edirik? Burada öyrəndiyimiz qaydaları istifadə edəcəyik. Baxın. Deyirik ki, x sonsuzdur, hə? X-in yenə sonsuz qoyanda bunun 0 olacağını görürsünüz. 0 olar mı? Bəs bu sonsuz olar? Tutmursunuz? Olar da. Onda uşaqlar, nə oldu? Burada bir üstü sonsuzluq yarandı? Yarandı. Onda deyərsən ki, bu bərabərdir. Y üstündə. Limit şərti dəyişmirsən. Şərt nədir? X yaxınlaşır sonsuzluğa. Bu ifadəni bu ifadəyə vurursan, nə olur deyin görün? Olur 6x çıxılsın 3 bölünsün 4x çıxılsın 4. Deyin görün bu limit nə eləyir? 6 bölünsün 4. Bayağı öyrəndik də. X-inə x də axı. Yerləri əhəmiyyətsizdir. Ən böyük dərəcəni tapdın 6 bölü 4. Bu yerdə 6 bölü 4. Cavab nədir uşaqlar? Y üstü 6 bölü 4. O da y üstü 2 deyil. Aydındır? Niyə belə oldu? Və sonuncu. Deyir ki, limit kəsilməz funksiyalar ilə yer dəyişdirə bilər. Yəni limit ilə funksiya yerini nə edə bilər uşaqlar? Dəyişə bilər. Məsələn, görürsünüz x sonsuzluğa yaxınlaşanda a üstü fx nə edir uşaqlar? A üstündə limit x sonsuzluğa yaxınlaşanda fx-ə çevrilə bilər. Ya da limit aksinus fx, aksinusuna limit nə edir? Yerin dəyişər. Kosinusuna yerin dəyişər. Logaritma ilə yerin nə edir? Dəyişər. İndi məsələn soruşubdur 24-cü sualda. Limit x yaxınlaşır sonsuzluğa, aksinus 2n plus 1 bölü 2n minus 1. Nə edəcək uşaqlar? Aksinusuna limit yer dəyişəcək. Onda bu olacaqdır. Aksinus limit x yaxınlaşır sonsuzluğa, ayda n olsun da uşaqlar bu. X var mı burada? N yaxınlaşır sonsuzluğa, 2n plus 1 bölü 2n minus 1. Nə edir bu limit uşaqlar? 2n plus 1 bölü 2n minus 1. 2 bölü 2, əmsallar nisbəti 1. Bunda nə oldu uşaqlar? Aksinus 1. Nə edir bəs aksinus 1? Nə deməkdir ki aksinus 1? Sinus 1-i nə baxır? Cavab uşaqlar? Pi bölü 2. Sonuncu, logaritma ilə limit yerini dəyişə bilirmi? Dəyişə bilir. Onda olacaqdır logaritma 3 əsasda. Limit x n yaxınlaşır sonsuzluğa. 27n plus 9 bölünsün n minus 18. Nə edir bu limit? 27. Onda cavab nədir? Logaritma 3 əsasdan 27, o da neçə edir? 3. Aydındır? Bəli, belə. Bir şey var uşaqlar burada, onu da əlavə edək, yekunlaşdıraq. Əlavə. Deməli gənclər, əgər biz ardıcıllığın limitinə baxırıqsa, burada bu sadəcə ardıcılıq üçün keçərlidir. Bir də ki,
Baxın. İndi biz burada çox detala girmirik. Limit nöqtəsi deyə bir şey var. Məsələn, ardıcıllıq suallarına baxsaq, topuda bir bölmə ardıcıllıqdır. Orada bir şey sizin diqqətinizi çəkməlidir. Ardıcıllıq suallarında bütün şərtlərdə en yaxınlaşır sonsuzluqdur. Çünki ardıcıllığın başqa limiti ola bilməz. Ardıcıllıq yalnızca nə vaxt limiti ola bilər? En nə olarsa, sonsuzluğa yaxınlaşarsa. İndi en yaxınlaşır sonsuzluq şərtində ardıcıllığın limiti tapırıqsa, nələrə diqqət edəcək? Baxın, tutaq ki, Pn bölünsün Qn-in limiti axtarılır. Burada uşaqlar 3 hal ola bilər. 1. Ola bilsin ki, uşaqlar P çox hədcəsinin dərəcəsi ilə Q çox hədcəsinin dərəcəsi gənclər, sakit, bərabər olsun. Onda biz nə edirdik? Əmsalların nisbəti. Gəlin, nümunə edək, nisbəti. Məsələn, limit en yaxınlaşır sonsuzluğa 6n kvadratı. Bu arada P və Q'nin çox hədli olmasına da ehtiyac yoxdur. Çox hədli olmasa da olar. Bura dedim da. 6n kvadratı plus 6n plus 7 bölünsün 100n kvadratı plus 3n plus 5. Bax burada surətdə dərəcə neçədir? 2. Məxrəcdə 2. Bərabərdirmi? Bəli. Cavab nədir? Əmsalların nisbəti. Ən böyük dərəcədə söhbət gedir də. Cavab 6 bölünsün. Aydın oldu? 2. Ola bilər ki, uşaqlar, surətdəki dərəcə məxrəcdən böyük olsun. Onda cavab olacaqdır sonsuzluq. Yəni, məsələn, belə olsun. Limit x yaxınlaşır, n yaxınlaşır sonsuzluğa. X üstə, n üstə gəlinsin 6. N kvadrat plus 6 bölünsün n plus 600. Surətdə dərəcə neçədir? Məxrəcdə 1. Surət də böyüyür, məxrəc də böyüyür. Amma surət daha sürətlə böyüyür. Dolayısıyla cavab sonsuzluq. Üçüncü hal. Ola bilər ki, uşaqlar, məxrəcin dərəcəsi surətdən böyük olsun. Yəni belə, limit n yaxınlaşır sonsuzluğa 6n plus 7 bölünsün n kvadrat plus 1. Surətin dərəcəsi 1, məxrəcin 2. Surət də böyüyür, amma məxrəc çox daha sürətlə böyüyür. Cavab 1 böl sonsuzluq, yəni 0. Demək ki, uşaqlar 3 hal var. Biz daha çox hansı halından qarşılaşırıq? Bu birinci halına. Yəni, nə olur uşaqlar? Bərabər olduğu hal. Və hətta mən sizə deyərdim ki, cavabı sonsuzluq olan limit demək olar ki, soruşulur. Cavabı sonsuzluq olan limit sualları demək olar ki, orta məktəbdə soruşulur. Bir də bunu zaten həmişə görürük də. Məxrəcdəki dərəcə daha böyüksə, cavab nə olacaqdır? 0. Bu da bunun əlavəsi, burada yox idi. Gözəl bir dərs oldu. Bəli. Bir dənə uşaqları da çək, bunlar da son kadrda düşsünlər, sonra yekunlaşırlar. Çıxar, elə də çəkə bilərsən, ver.